Yaltaqlıq irsi bir şeydir, yoxsa sosial faktora görə gəlir. Yəni mərd kişinin oğlu yaltaq ola bilər. Ola bilər. Ola bilər. Ola bilər. Yəni sən onda arşınmalarına yaxşı baxmamısan. Dövran yetişdirə bilər, hə? O namərdi. Bəli, dövran yetişdirir. İnsanları formalaşdıran, dəyişdirən zəmanədir, düşdüyü mühitdir. Ehtiyac vicdandan güclü ola bilirmi? Bəzi adamlar üçün, hə. Necə yəni bəzi adamlar üçün? Yəni qüruru olmayan, məni etiketə doğrasalar da mən sözün düzünü deyəcəyim. Haqqı deyəcəyim. Nə qədər ehtiyaclı olursunuzsa olur. Nə qədər ehtiyaclı olur amma. Ölürəm mi başıma? Rəşmənim, Sovet dövründə müəllim maaşı nəyi təmin edirdi? Mən Sovet dövründə dasent idim. Məsələn, mən sana deyim, dasent 320 manat alırdı. Raykom katibləri 280 manat alırdı. Rubl. Rubl, manat, rubl. Nəyi təmin edirdi o 320 manat? Hər şeyi. Necə yəni? Deyin də hər şeyi. Nəyi? Ev, maşın. Maşın da ala bilərdi, mən sənə deyim. Ev də ala bilər. Evi hökumət verirdi. Özünü satılan ev yox idi. Heç belə şeylər yox idi. Hökumət verməlidir sana evi. Sən nə danışırsan Sovet dövründə? Sizə verdilər? Əlbəttə verdilər. Yaxşı, 320-ni necə xərcləyirdiniz? Nəyə çatırdı? Nəyə bəs edirdi? O 320-ni çoxlu kitab alırdım. Açıq deyirəm. Atanama xaricləyirdim. Gəzirdiniz xarici ölkələrə heç? Mən bir Moskvada olmuşam. Bir Bakıda, bir də Bursada. O deyirlər, Sovet dövründə müəllimlər əla dolanırdı, yağ içində böyrək kimi. Düz söhbət. Düz söhbətdir bəli. Müəllimlər seçilirdi, müəllimlər kostyum geyinirdi, qəşəng, təmizkar, hər şey. Müəllim aydın məsələdir. Rəşid müəllim, Azərbaycan cəmiyyətinin bəlli bir dönəmdə ruslar, ermənilər, yahudilərlə, yəni söhbət nədən gedir? Sovet dövründən danışıram da. Sıx ünsiyyəti bizim cəmiyyətimizə müsbət təsir göstəribmi? Əlbəttə ki. Siz nə danışırsınız? Yahudilərin də, burada olan ziyalı təbəqələrin əksəriyyət, başqa millətlər də vardı burada. Bəli. Onların da böyük rol olurdu. Nə rol olurdu? Biz, məsələn, biz həmişə şəhərdə gəzirdik. Onlar mədəniyyətlərini göstərirdilər həqiqətən. Biz onlardan örnək alırdıq. Onların mədəniyyəti başqa idi. Müəyyən qədər fərqli idi. Necə idi? Necə fərqli idi? Bir-birindən davranış qaydası, uşaqlara münasibət qaydaları. Onlar uşaqlarını gətirirdilər, baxırdılar, yaşlı kişilər. Orada bir sənə inirdilər, bulvarda gəzirdilər. Daha Avropa sayağı idi onlar? Avropa sayağı idilər. Mən tamam da o. Azərbaycanlıların məişətdə rus dilindən istifadə etməsi mənfi haldır, yoxsa necə? Bilirsən, nə üçün mənfi hal olur? İngiliscə danış. Öz dilini ikinci dərəcəli sanmaq deyil. Yox, onu sanmaq düz deyil, elə deyil. Yox, bunu elə dəyərləndirmirsiniz? Yox, yox. Rus sektorunda oxuyan uşaqlar var, nə təridir mən deyim ki. Mənim uşaqlarım ikisi Rusca oxuyub, nə qədər elədim getmədi Rus sektoruna. Qızım, biri avtonomluqdur, ən gözəl savaddır. Mənfi bir hal kimi dəyərləndirmirsiniz bunu? Yox, nə dilində danışırsın, qoy danışsın öz ailəsində, nə, kimlə danışırsın. Nəsə dəyişmir o şüuraltı şəkildə? Yox. Nə o, vətən təsbikeşliyi filan, azalmır mı? Millilik. Mənim oğlum Rus sektorunu qutarma kişi, dini məndən yaxşı bilir. Siz nə danışırsan, mən Azərbaycan... Mən soruşuram da yəni. Yox, bu oğul, onun dəxli yoxdur. O daha da inkişaf etmiş olur. O Rus ədəbiyyatından da istifadə edir. İngilis dilini bilsə, İngilis ədəbiyyatından da istifadə edir. Olur dünyəvi. Dünyəvi və bəşəri olmaq lazımdır. Bəşəri biz elə müsəlmançılıq deyib durmalı deyil, yox. Şeyxin Allahına bizim Allahımızın fərqi var mı? Allah bir dənədir də. Bəli, təbii. Belə deyil. Orada yaxşı adamlar var, pis adam da var. Bəs niyə bəlli bir ildə Azərbaycan intelligensiyası, nə bilim, o deyilən bir çevrə, bir mənalı, bir qayda olaraq rus dillilərdən ibarət idi? Niyə o dövrdə... Yəni, belə olması normaldırmı? Yox, o normal deyil. Niyə misal üçün fransız intelligensiyası, bilmirəm, alman dillilərdirmi? Bəlkə də yanılıram, bəlkə də elədir. Yox. Niyə rus intelligensiyası misal üçün İtalyan dillilər deyil, amma Azərbaycan intelligensiyası dedikdə niyə rus dillilər nəzərə tutulmalıdır? Siz bilirsinizmi, 200 ildən çox biz Rus əsarətində olmuşuq və dövlətimiz Rus dövlətidir. Tamam da özümüzə qaydaq artıq. İndi qaydaq da, indi qaydırıq da.
İndi tamamilə qaydanda da pisdir, görürsən. Ha, o da pis. Qaydanda da bu alınır. İşte nətər olacaq, o da bizdir, bu da pis. Görürsən, alınan nəticə budur. Alınan nəticə Üzeyir bəy, Tofiq Quliyev, o birisi. Yanaşı qoy görünmə. Və müasirlər. Və müasirlər. Universitetin diplomunu hansı ölkələr tanıyır Rəşid müəllim? Biləcərdən o yana heç kəs tanımır. Niyə belədir? Həmişə belə olub, Onun- onu soruşum birinci. Əvvəla bilirsən ki, Tibb Universiteti 1919-cu ildə fakültə kimi universitetin ərzində yaranıb. Ancaq institut kimi 1930-cu ildə fəaliyyət göstərir. Yəni 1919 tibb fakültəsi var idisə, indi də 2019, 100 il keçir. Əgər bizim diplomumuzu tanımırlarsa, bizim institutu ya bağlamaq lazımdır. Bunun təqsiri bizim müəllimlərdədir və məndədir. Birinci məndədir. Mən də axtarım. Çünki tibb universitetinə o qədər savadlı tələbələr daxil olur ki, 650, 670, 700 ballı tələbələr girirlər. Aydındır. Əlbəttə ki. Bunun müəllimlərdə niyə təqsirini axtarırsınız ki? Çünki müəllim hazırlamaq, mən kitab yazmışdım, bizim təzə rektorumuz çox gözəl bir insandır, çox böyük reform aparır, çox böyük tibb universitetində. Mən açıq deyim, indi tələbələr seçir müəllimləri. Müəllimləri tələbə 50 bal yazır müəllimə. Nə gözəl. Bilirsən nə? Tələbə seçir, belə olmalıdır əslində. Çox böyük reform aparır Gəray müəllim. Çox professor, çox qabiliyyətli bir insandır. Tibb universitetinə mən getdim, 2 dənə şeydən müdafiə elədim, gəldim, kandidat oldumsa mən dasent keçirdilər və belə olmalı deyil. Belə olmalı deyil. Müəllim üçün bax, mənə nə professor lazımdır, nə akademik lazımdır, nə dasent lazımdır. Heç kəs lazımdır, mənə savadını, öz sənətini bilən müəllim lazımdır. Məni başa düşdün mü? Bəli. Və ona da yüksək maaş verilməlidir. Aha. Burada məsələ nədir? Gəldik maaş məsələsinə. Qulaq as. Fikir verin. Fikir verin ki, deməli, bizim müəllimlər bir şeydən, məsələn, bu boyda orqanizmin fiziologiyasını keçməlisən. Bəli. Boğazdan, bax, qalxana bənzər vəzdən bir dənə kandidat çıxır, yazdı da oldu müəllim. Axı bir belə bədəni bilmir. Bu azdır. Bəli, yox, bu bir belə bədəni bilməlidir. Dırnaqdan Bəli, tutmuş, bəli. saça tükə qədər bilməlidir hamısını. Anlayışı geniş olmalıdır. Geniş olmalıdır. Onu hazırlamaq üsulu yoxdur bizdə. Bax, müəllimləri hazırlamaq lazım. Sovet dövründə mi yox idi? Onda yox idi. Onun zibillərini çəkirik biz. Səndə əhatəlik yoxdur. Ən birinci müəllim hazırlanmalıdır. İkinci tələbədə motivasiya yaradılmalıdır. Üçüncüsü mükəmməl laboratoriya olmalıdır.